Part 3 videoma xoş En gəldiniz. son biz Səringöldə yemək yerdik və tur rəhbərimiz sonuncu məkanımız olduğunu və artıq gəzinti olmayacağını, Bakıya geri dönəcəyimizi dediyi üçün mən 10 dəqiqə vaxt götürüb macəranı görmək üçün macəraya getdim. Sırf bu gözəllikləri çəkmək üçün. Yəni həqiqətən çox mükəmməl bir yerdir. 10 dəqiqəyə mən bu videonu yerləşdirməyə çalışdım. Həqiqətən hər tərəfi qaça-qaça demək olar ki, gəzmişəm, çəkmişəm. Amma mən burada uzun bir vaxt keçirmək istəyərdim. Çox qəşəngdir. Kim istəməz ki, bu təbiətə baxa-baxa, sakit-sakit, rahat-rahat kofe və yaxud da çay içməyi. Hətta burada belə bir mini evlər tikiblər. Günlüyü 350 manat da səhv eləmirəm. İstirahət üçün əla vermək üçün. Bir dəqiqə, mən geri qayıdım. Çünki çox baxın belə bir qəşəng məkan var. Mən bəylə gəlin ya da yayda toy olacaq insanlara məsləhət verərdim ki, toylarını burada eləsinlər. Yəni çox qəşəng idi həqiqətən. Sadə və gözəldir. Daha sonra gəzintiyə davam elədim. Tez-tez olsa hər tərəfi gördüyümdə, yəni həm burada özümü çəkməyəcəydim, olmazdı, yəni. Həm də belə ağır çəkimdə. Daha sonra belə bir möhtəşəm yerləri var idi. Yəni mükəmməl idi. Həqiqətən hər kəsin gedib görməsini, görməyənlərin daha doğrusu gedib görməsini istəyərdim. Çox qəşəngdir. Düzdür, mən tez-tez tələsə-tələsə buraları gəzdim. Hər tərəfi tam gəzə bilmədim, amma yəni bacardığım qədər gəzdim. Daha sonra ən sonuncu məkanımız olan adını bilmədiyim bura gəldik çay içmək üçün. 65 manata olan çayımızı içdik. Normalda mən görmüşəm stəkanları bir samovara yaxınlaşdırıb süzməyə, amma burada biraz tərsini elədi. Samovarı fırlatırdı. Çayları süzürdü, amma maraqlı idi təbii ki. Birinci də mənə verdi. Təşəkkür edirəm. Mahnımızı qoyduq, əyləndik, oynadıq, dedik, güldük və evə qayıtmaq vaxtıdır. Burada da tur rəhbərimizi tərifləyirlər. Tərifə layiqdir təbii ki, həqiqətən çox qəşəngdir. Artıq gecə düşürdü və biz evə qayıdırdıq. Zəng gəldi ki, Bakıya güclü yağış yağır. Sumqayıta Bakıya yağış yağır. Biz gələndə həqiqətən də çox güclü bir yağış yağırdı. İndi də yağır yəni. Hər zaman yağmalıdır, normaldır. Hələlik, sağ olun.